Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi. Göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi. Bunu əməkdar artist Dilarə Əliyeva jurnalistlərə açıqlamasında qardaşı aktyor Vüsal Murtuzəliyevin səhhətindən danışarkən deyib. Aktrisa qeyd edib ki, qardaşına beyin anevrizması diaqnozu qoyulub. Bu, neyrocərrahların ən çox çəkinərək qarşılaşdıqları xəstəliklərdən biridir. Çünki bu xəstəlikdə bir-birindən xəbərsiz 4 fazı olur. Tibbi müdaxilələrə baxmayaraq, vazospazm deyilən bir dövr var. Xəstə bu dövrə gecikirsə, artıq yalnız Allaha dua etmək qalır. Bizim üçün ən kritik dövr 72 saat idi. Çox şükür ki, bu mərhələni də keçdik. İndi qarşıda daha 21 günlük ciddi nəzarət tələb olunan dövrümüz var. Qardaşımın təzyiqini daim nəzarətdə saxlamaq lazımdır. Dilarə Əliyeva anevrizma xəstəliyinin müalicə xərclərinin yüksək olmasından danışaraq aidiyyatı quruma da müraciət edib. Vüsalın başına gələnlərdən sonra mənə çoxlu zəng və mesajlar gəldi. Məlum oldu ki, anevrizmadan əziyyət çəkən çox insan var, lakin çoxu maddi səbəbdən müalicə oluna bilmir. Bu əməliyyat kifayət qədər bahalıdır. Təkcə istifadə edilən bir kanulanın qiyməti 8.000 manatdır. Əgər 2 kanula istifadə olunursa, bu artıq 16.000 manat edir. Üstəlik əlavə xəstəxana xərcləri də var. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edirəm. İcbari tibbi sığorta bu xəstəliyin müalicəsini əhatə etsin. İnsanlar bu bəladan xilas olsunlar və həyatları dəyişsin. Çox az zamanımız var idi. Mən hər şeyi bilə-bilə əməliyyata imza atdım. Başqa yolumuz yox idi. Amma dualar və vaxtında edilən müdaxilə sayəsində qardaşım sağlamlığına qovuşdu. Səhiyyə Nazirliyinə, Diaqnostika Mərkəzinə və dəstək olan bütün klinikalara təşəkkür edirəm deyə Dilarə Əliyeva bildirib. O, Vüsal Murtuzəliyevin həyat yoldaşının zəngi ilə vəziyyətdən xəbər tutduğunu bildirib. Mənə qardaşımın həyat yoldaşı zəng etdi. Gedəndə artıq reanimasiyada idi, sonra lazımi tədbirlər görüldü. Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev bugün xəstəxanadan evə buraxılıb. O, iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib və ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Daha sonra aktyor diaqnostika mərkəzinə gətirilib. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjiyo olunub.